Salam, hər vaxtınız xeyir. Bu videoda Azercell'in fevral ayındakı yeni qaydalarını və aprel ayında tətbiq olunacaq yeni dəyişiklikləri Azercell abunəçilərinin nəzərinə çatdırmaq istəyirəm. Gördüyünüz kimi fevralın 25 tarixindən etibarən aşağıdakı qaydalar tətbiq olunmuşdur. Fakturasız xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti plus 90 gün təyin edilir. Bu nə deməkdir? Gördüyünüz kimi burada kartların nominal istifadə müddəti məbləğə uyğun olaraq əks olunmuşdur. Yəni 1 manat 5 günlükdür, 2 manat 10 günlük, 3 manat 20 günlük və beləliklə hər məbləğin qarşısında istifadə müddəti qeyd olunmuşdur. Burada qeyd olunan məlumata görə, yəni fevral ayının 25-dən etibarən tətbiq olunub artıq. Sizin yüklədiyiniz danışıq kartının müddəti bitmişdirsə, məsələn tutaq ki 5 manatlıq balans artırmışsınız və 30 gündən sonra sizin danışığınız bir tərəfli bağlanır. Yəni sizdən zəng getmir, lakin sizə zəng gəlir. Və bu 90 gün müddət təyin olunmuşdur ki, 30 gündən sonra sizin sim kartınız bir tərəfli bağlanır və 90 gün müddət olur. Həmin artırılan 90 gün ərzində siz balansı artırmasanız sizin nömrəniz ləğv olunur. Amma əvvəl bu 6 ay idi, 180 gün idi. O artıq fevral ayından 90 günə indirilib. Bu 1 manata da aiddir, 100 manata da aiddir, fərqi yoxdur. Yəni 1 manatlıq balans artırsanız 5 gündən sonra sizin artıq 90 gün vaxtınız qalır. 90 gün ərzində balansı artırmasanız və ondan sonra nömrəniz ləğv olunur və artıq satışa çıxarılır. Bu birinci qayda. İkinci qayda isə hər kəsin narahat olduğu Azercell'in tariflərinin pullu olması. Yəni artıq bilməyənlərin də nəzərinə çatdırım ki, Azercell'in bütün tarifləri pulludur. Burada qeyd olunmuşdur ki, fakturasız xətt sisteminə aid Azercell'in, bölgə, gənc sim, hər yerə və bizimkilər tarif paketlərində 2 manat aylıq abunə haqqı təyin olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə 30 günlük istifadə müddətinin sonunadək 25 şəbəkə daxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq. İstifadə edilməmiş bonus dəqiqələri və internet həcmi 30 günlük istifadə müddətinin sonunda silinir və növbəti dövrün balansına keçirilmir. Yəni artıq Azercell'in bütün tarifləri pulludur. Ən ucuz tariflər də 2 manatdan başlayır. Bu da fevral ayının 25-də həyata keçmiş qaydalardan biridir. Rəylərdə soruşurlar ki, avtomatik filan tarifə qoşulub, bu tarifi necə ləğv edeyim? Təkrar qeyd edirəm ki, artıq tarifi ləğv etmək olmur. Bütün tariflər hamısı pulludur. Hələ ən ucuzu 2 manatdan başlayır. Adları qeyd olunan tariflər 2 manatlıq tariflərdir və 2 manatın müqabilində 25 dəqiqə verir şəbəkə daxili. Yalnız simdən simə. Bir də 250 MB həcmli internet paketi verir ki, bu da ayın sonuna kimi istifadə etsəniz də, istifadə etməsəniz də 250 MB-dan ibarət olur. Artıq qalan məbləğ növbəti aya keçmir və növbəti ay balansı artıran kimi 2 manat yenə həmən tarifə, qoşulduğunuz cari tarifə çıxılır. Əgər siz başqa tariflərdən istifadə edirsinizsə, yəni ən ucuz tariflər bunlardır. Məsələn, bəzi tariflər var ki, Supersen tarifi məsələn 10 manatlıq, 15 manatlıq, 20 manatlıq və yaxud Gəncol tarifi var ki, 9 manatlıq, 6 manatlıq. Yəni bu artıq sizin istifadə etdiyiniz tariflərə görə dəyişir. Bu zaman hər ay bu tarifin məbləği balansınızdan çıxılır. Yəni Gəncola qoşulmusunuzsa, məsələn 6 manatlıq paketə. Gəncolun 6 manatlıq tarif paketinə qoşulmusunuzsa, artıq sizdən 2 manat tutula bilməz. Yəni nömrə mütləq istifadə olunması üçün bir tarifə qoşulu olmalıdır. Siz artıq aşağıdakı şərtlərinə uyğun hər hansı bir tarifi seçməlisiniz. Nömrə tarifsiz istifadə olunmur. Yəni heç bir tarifi tamamilə yığışdırmaq mümkün deyil, ləğv etmək olmur. Sadəcə dəyişə bilərsiniz. Sadə tarif var məsələn, 6 manatlı aşağıdakı şərtlərlə istifadəçilərə təqdim olunur. Və yaxud da başqa tariflər də mövcud. Məsələn, elə tarif var ki, burada adı qeyd olunmayıb. Supersen, Gəncol, sadə. Məsələn, sərbəst tarifi var. O da bahalı tarifdir, amma qarşılığında da internet paketləri verir və yaxud da dəqiqələr verir. İstəsən tarifi də var. Yəni tariflər haqqında ayrıca video çəkəcəm. Sadəcə onu nəzərinizə çatdırım ki, tarifi tamamilə ləğv etmək mümkün deyil. Sadəcə olaraq dəyişmək olar. Və təkrar qeyd edeyim ki, ən ucuz tarif 2 manatdan başlayır. Və fevral ayında tətbiq olunan 3-cü şərt fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan digər tariflərdən, yəni və ya adını çəkdiyim hər hansı bir tarifdən Azercell'in bölgə bir də gənc sim tarif paketlərinə keçidə görə 4 manat xidmət haqqısı var. Yəni siz tutaq ki, hər yerə tarifindəsiniz, burada qeyd olunub, hər yerə tarifindəsiniz və o tarifi bəyənməyib Azercell'in tarifinə keçmək istəyirsiniz. Bu zaman 4 manat xidmət haqqı tutulacaq keçidə görə və əlavə olaraq Azercell'in özünün də 2 manat aylıq abunə haqqı var. 2 manat da onu ödəyirsiniz. Yəni Azercell'ə keçidə görə 4 manat xidmət haqqı tutulacaq, 2 manat da özünün abunə haqqısı tutulacaq. Başqa tarifdən Azercell'ə, bölgəyə və ya da gənc simə keçidə görə ümumilikdə 6 manat balansınızdan pul tutulacaq. Bu 3-cü şərt və 4-cü şərt. Fakturasız xətt və fakturalı xətt sisteminə aid nömrənin xəttinin
6 aydan çox olmayan müddətə iki tərəfli bağlanmasına görə, iki tərəfli bağlanmasından gedir söhbət. 6 aydan çox olmayan müddətdə bu zaman 20 manat xidmət haqqı tətbiq ediləcək. Ətraflı məlumat əldə etmək istəyənlər üçün bu linkdə fevral ayında olan şərtləri və aprel ayında tətbiq olunacaq şərtlərin linkini də videonun aşağısında yerləşdirəcəm. Bu fevralın 25-də tətbiq olunan şərtlər idi. İndi aprel ayında olan dəyişiklikləri nəzərinizə çatdırın. Aprelin 7-sindən tətbiq olunacaq. Birinci şərt. Bütün fakturasız və fakturalı xətt sisteminə aid nömrələr korporativ abunəçilərə daxil olmaqla həmin nömrələr üçün nəzərdə tutulmuş SMS xidmət haqqı çərçivəsində ölkə daxili göndərilən bir SMS-ə görə 10 qəpik, ölkə xarici SMS-ə görə 25 qəpik xidmət haqqı tətbiq olunacaq. Yəni SMS-in qiyməti 10 qəpik təşkil edəcək. Ölkə daxili. Ölkə xarici isə 25 qəpik olacaq. İkinci dəyişiklik. Fakturasız xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş balans haqqında avto məlumat xidməti ödənişli olacaq və xidmət çərçivəsində aylıq abunə haqqı 59 qəpik təşkil edəcək. Xidmət hər 30 gündən bir avtomatik olaraq yenilənəcək. Abunəçilər müvafiq açar sözündən istifadə etməklə xidməti aktiv və ya deaktiv edə bilərlər. Bundan əlavə, fakturasız xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş balans öyrənmə, burada qeyd olunan kodu yığmaq və yaxud 2112 qısa nömrəsinə göndərilən hər bir SMS-ə görə və yaxud həyata keçirilən hər bir zəngə görə 10 qəpik xidmət haqqı tətbiq olunacaq. Bu nə deməkdir? Yəni siz balans haqqında məlumat əldə etmək istəyirsinizsə, hər avto məlumata görə 59 qəpiyiniz çıxılacaq. Və əgər bundan imtina edib zəng edib soruşmaq istəyirsinizsə, balans haqqında məlumat, bu zamanda 10 qəpik çıxılacaq. Köhnə qaydalara görə, daha doğrusu hələ aprelin 7-sinə kimi olan qaydaya görə 2112-yə göndərilən hər SMS və yaxud da zəng yolunan zaman xidmət haqqı 2 qəpik təşkil edir hələ ki. Gördüyünüz kimi 2 qəpikdir. Lakin aprelin 7-sindən bu artıq 10 qəpik olacaq. Amma dostlar, bundan əlavə bir şey nəzərinizə çatdırım ki, abunəçilər kabinetin tətbiqi vasitəsilə nömrənin balans və cari vəziyyəti barədə məlumatı ödənişsiz əldə edə bilərlər. Yəni siz onsuz da adreslər tətbiqindən istifadə edirsinizsə, bu zaman orada kabinetin tətbiqi vasitəsilə nömrənizə aid bütün məlumatları pulsuz əldə edə bilərsiniz. Heç bir xidmət haqqı ödəmədən, heç bir komissiya çıxılmadan. Bundan əlavə, burada korporativ müştərilər haqqında məlumat qeyd olunmuşdu. Korporativ abunəçilərə daxil olmaqla. Korporativ abunəçilər dedikdə kimlər nəzərdə tutulur? Yəni sahibkarlara aiddir. Elə sahibkarlar var ki, asan imzanı sim nömrədən istifadə edir. Bu zaman onlar korporativ abunəçilər sayılır. Beləliklə bu videoda fevral ayında olan şərtləri və aprel ayında tətbiq olunacaq dəyişiklikləri nəzərinizə çatdırdım. Əlavə olaraq hər hansı bir sualınız varsa, rəylər bölümündə soruşun, cavablamağa çalışacağım. İzlədiyiniz üçün təşəkkür edirəm, sağ olun.